Hamıya salam dostlar, kanalıma hoş gelmişsiniz. Biz bugün Azərbaycan dil tarixi tapşırıqlar test kitabçasından işləyəcəyik. Onda başlayaq. İkinci mövzuda qalmışdıq. Mövzumuz vətənim Azərbaycandır. Başlayaq onu oxuyacağam. Yer kürəsi Günəş sistemində həyatı olan yeganə planetdir. Azərbaycan ərazisində qədim insanların məskunlaşmasına və yaşamasına aşağıdakı amillər şərait yaratmışdır. Ölkəmizin əlverişli iqlimi, bitki və heyvanların aləminin zəngin olması, şirin sulu çayların və təbii mağaraların olması, ilk insanların Afrika materikindən dünyaya yayılmışlar. Sonraki dövrlərdə köçlər davam etmiş, insanlar daha geniş ərazilərdə məskunlaşmışdılar. Bəzi xalqlar güclü rəqiblərdən müdafiə olunmaq üçün dağlıq ərazilərdə məskunlaşmış, burada qalalar və sədlər tikərək müdafiə olunmağa çalışmışlar. İnsanlar əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmağa başlayandan sonra oturaq həyata keçirmək yaşadıkları ərazilərə daha çox bağlanmışlar. İnsanlar əkin sahələrini, otlaqları, əsasən sənətkar və tacirlərin yaşadığı şəhərləri qorumaq üçün bir-birinə qohum olan nəsillər tayfalarda birləşir və tayfa ittifaqları yaradırlar. Nəticədə ortaq dil formalaşır, ortaq adət-ənənələr meydana gəlirdi. Bu torpaqlar uğrunda aparılan müharibələr də ata-babalarının qanı bahasına qorunan torpaqlar insanlar üçün müqəddəsləşdirildi. Beləliklə vətən anlayışı meydana gəldi. Vətən ərəb sözüdür. Qədim türkləri isə vətənə yurt demişdilər. Bu söz hazırda ata yurdu, odlar yurdu, oğuz yurdu və s. şəkillərdə işlənir. Uşaqlar, siz buralarda işləməlisiniz. Oxumalısınız. İndi oxumağı yeniləmişik. Haradır vətən? Bir insanın doğulub boya başa çatdığı yer doğma yurt. O ölkə onun vətəni hesab olunur. Bizim vətənimiz Azərbaycandır. Azərbaycan burada yaşayan bütün xalqların ortaq vətənidir. Tarixi Azərbaycan torpaqlarının əraziləri əhatə edir. Şimalda Dərbənddən cənuba Zəncana və Həmdana, qərbdə İrəvəndən şərqdə Xəzər dənizənədək əraziləri. Ölkəmizin şimalı Böyük Qafqaz sıra dağları, qərbi isə Kiçik Qafqaz sıra dağları ilə əhatə olunmuşdur. Bu dağ silsilələri ölkəmizin iqlim müxtəlifliyində mühüm rol oynayır. Keçirik səhifə 13-ü oxuyaq. Əlverişli coğrafi mövqeyi ilə yanaşı ölkəmiz təbii sərvətlərlə də zəngindir. Qədim İpək yolu üzərində yerləşdiyindən ərazimiz daim xarici işğalçıların diqqətini cəlb etmişdir. Bu, hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət qoyur. Biz daim təhlükələrə hazır olmalı, vətənimizi sevməli və onu qorumalıyıq. Oxuduq, indiki isə keçək səhifə 14-ü yazaq. Bir də deyək ki, Azərbaycanda qədim insanların yaşayışı üçün əlverişli şəraitlər olmuş. Təbii ki də təbii mağaraların olması, zəngin bitki və heyvanat aləmi. Burada deyək ki, tarixi Azərbaycan torpaqları əhatə edir. Şimalda Dərbənd, buranı silim. Şimalda Dərbəndi, cənubdan Zəncanı və Həmdanı, şərqdə Xəzər dənizini, qərbdə isə İrəvəni əhatə edir. Bu da demək olur ki, cavabımız A-bəndidir. 3-də deyək ki, tayfa ittifaqları yaranmışdır tayfaların birləşməsi nəticəsində. Çünki burada da elə deyir, tayfaların birləşməsi nəticəsində tayfa ittifaqları yarandı. Sonra uyğunluq pozulub ilk insanlar dünyaya yayılmışdı Avrasiya materikindən. Xeyr, ilk insanlar Afrika materikindən dünyaya yayılmışlar. 5-ə baxırıq. Ölkəmizin sərhəd olduğu ölkələrə aid uyğunluq pozulduğu bəndi seçin. Şimalda Rusiya. Xeyr, biz dedik axı, şimalda Dərbəndi əhatə edirdi. Cənubda İran, şərqdə Gürcüstan, qərbdə Ermənistan və Türkiyəni. 6-cı tapşırıqda deyir ki, biri qədim türklərə vətən sözünün əvəzində işləmirdi. Ata yurdu, Oğuz yurdu, köç yurdu, odlar yurdu. Təbii ki də köç yurdu işləmirdi. Çünki burada yazılıb da ata yurdu, Oğuz yurdu və odlar yurdu işlənirdi, şəkillərdə işlənir.
Keçirik 7-yə. Səhv cavabı müəyyən edim. Güclü rəqiblərindən müdafiə olmaq istəməsi, bəzi xalqların qalalar və sərhədlər tikildi. Bu düzgündür. B'də deyir, əkinçilik, maldarlıq və sənətkarlıq məşğul olması insanların oturaq həyata keçdi. Bu da düzgündür. Tayfa ittifaqları yaranması insanların... Bu da C səhvdir. İnsanlar yaşadıkları ərazilərdə daha çox bağlanır. Bu səhvdir. Keçirik 8-ci tapşırığa. Dərbənd şəhərinin yerləşdiyi ərazilər müəyyən edin. Burada olacaq B. Çünki burada Van Gölü, Göyçə Gölü, Urmiya, Kür çayı, Xəzər dənizi və s. Ona görə 2 olmalıdır burada. 9-a keçirik. Qalaların inşa olunduğu ərazilərə düzgün uyğunluğu müəyyən edin. Əlincə qalası Colfa rayonu, Çıraq qala Şabran rayonu, Qız qalası isə Bakı şəhəridir. Burada öz kitabımızda da yazılıb. İstəyirsinizsə görə bilərsiniz. Uyğunluğu müəyyən edin. Qədim insanın köç etməsinin səbəbləri, iqlim dəyişiklikləri, təbii fəlakətlər. İqlim dəyişiklikləri təbii ki də buzlaşma və istiləşmə. Təbii fəlakətlər isə zəlzələ, sel və daşqınlardır. Bəli, biz səhifə bugün 12, 13, 14'ü işlədik. İndi isə eyni şeylər buradakı bəzi şeylər də kitabımızda da yazılıb. Kitaba da nəzər salmaq lazımdır. Kanalıma abunə olmağı, like atmağı unutmayın. Sağ olun. Gələn dəfə 3-cü mövzunu keçəcəyik.